Ana vəfa getdi. Əlbəttə getdi. Neyləsin? Murad, nə olub sənə? Niyə belə əsəbsən? O adam boşanacaqmış. Bunu mən niyə demədim? Çünki bu sənə maraqlı olacaq məsələ deyil. Həm də biz səninlə danışmışdıq axı bunu, oğlum. Bağlamışdıq bu mövzunu. Sən mənə söz də vermişdin. Söz vermişdin ki, lazım gəlsə hətta psixoloqun da yanına gedəcəksən. Həm də nə hiss edirsənsə elə. Dostunun qəlbini qırmağa, onu evdən qovmağa haqqın yoxdur mənim balam. Heç düz eləmədin, heç. Ana, o adam haqqında heç nə eşitmək istəmirəm. Çıxsın geçsin həyatımızdan. İstəmirəm onu görmək. O niyə gəldi ki bura? Yaxşı Murad, geçdi. Ged yat. Ged yat, sabah danışarıq, get. Gecən xeyirə qalsın, get. Yaxşı ana, gecə xeyrə. Hoş gəlmisən. Nə darasa getməyə hazırlaşırsan? Yo, indi gəlmişəm. Nə oldu ki? Bildim. Nasıl? Səndən bir söz soruşmaq istəyirəm. Buyur. Turanla xaricdə oxuyandan bəri tanışsınız, ha? Bilirsən, əslində səndən soruşacaqdım ki, insanların həyatı ilə oynamaq sənin üçün normaldır. Amma belə görürəm, bu sənə veriləcək sual deyil. Çünki sən manyaksan. Mənə bax, Turalla Nigarın münasibəti bitsin deyə heç nə eləmədim. Ona görə mənə belə əsəbsən, hə? Sən susub Nigarın yolundan çəkilməyini istədin. Amma beynimə hərk elə ki, yolda mənimdir, qərar da mənimdir. Asiya, səhv yoldasan. Nə inəsən elə? İnan ki, səhv yoldasın. Sənə səhv yolu göstərəcəm, Anar. Burnundan gətirəcəm hər şeyi. Göstər. Mən buna layiq deyildim. Sən başıma oyun açacağım. Alo, Həsən ağa. Sabahtan Turalı yox, Nigarı izləyirsən.
Alo. Alo Nigar. Bilmirəm uyğun vaxtda zəng edirəm ya yox, amma səninlə danışmaq istəyirəm. Narahat olma, uyğunum, buyur. Nəsə olub? Yox, narahat olma. Ümidvaram ki, Anar mənim sözüm məndən qabaq sənə gəlib çatdırmayıb. Nə olub Tural? Anar mənə heç nə deməyib. Nə deməlisən ki, mənə başa düşmədim. Biz bu gün Anarla görüşdük. Yenə dalaşdınız. Yox, dava eləmədik. Zəng elədi ki, görüşüb danışmaq istəyirəm, mən də getdim. Mən bilirəm sənin xoşun gəlmir, amma mənim də heç xoşum gəlmir. Amma o zəng edəndə məcbur qaldım, gedim danışım. Yaxşı. Mənə dediyin üçün çox sağ ol. Təşəkkür edirəm. Nigar, təşəkkürə ehtiyac yoxdur. Ən azından sənə zəng edib səsini eşitməyə bəhanəm oldu. Yaxşı Tural. Gecən xeyrə qalsın. Gecə xeyrə qalsın. Al, kömək elə mənə. Sən nə vaxt çıxacaqsan? İndilərdə çıxacam elə. Birazdan Vəfa gələcək, ingilis dilində məşğul olarsınız oynan. Yaxşı oğlum? Lap yaxşı. Atam gəldi. Səhər yeməyə çağırmışdım. Sabahınız xeyir. Xoş gəldin. Necəsən oğlum? Yaşamadı, sən nəsən? Sağ ol, yaxşı olsan. Əyləş. Mən onsuz da çıxıram. Başa düşməli çıxırsan? Bəs sən yemək yemirsən bizlə? Yox, yemirəm, mən tələsirəm. Sizə nuş olsun. Onda istəyən yola salım səni. Gəl. Lazım deyil, Anar. Özüm gedərəm. Qaldıq ikimiz, ha Murad? Belə rahatdır, ha, ikimiz. Anam da olsa daha yaxşı olar. Olmadı da getdi. Bizlə yemək yemək istəyir. Eyb yox, özümüz yerik. Ha, başla görüm. Pendir datdı deyə bundan götürəcəm. Yaxşı götürəm. Salam Aysel xanım. Nigar xanım evdən çıxdı. Aha, yaxşı. Üzü. Aysel'le niye görüşmüştünüz? Elə belə oradan buradan danışmağa. Nə olub ki? Bilmirəm, mənə elə gəlir ki, sən məndən nəsə gizlədirsən. Hiss edirəm bunu. 100% əminəm ki, sən mənə nəyisə demirsən. Yox, hakim, mən səndən nəyi gizlədəcəm ki?
Elə görüşdük Aysellə, oradan-buradan toy məsələlərini danışdım. Həm də dedim ki, Sevildən xahiş eləsin ki, toya çox xərc çəkməsin. Onsuz da uşaqlar çıxıb gedəcəklər xaricə. Burada o qədər xərc çəkməyin nə mənası var ki? Doğrudan heç nə gizlətmirsən məndən? Hə, sən mənə inanmırsan ki? Sən axır vaxtlar çox qorxaq olursan. Nə olursan? Yox, qorxaq niyə oluram ki? Sadəcə deyirəm ki, hakim uşaqlar gedənə qədər görüşməyək. Çox xahiş edirəm. Mən sənsiz yaşaya bilmirəm desən inanarsan mənə. Doğrudan yaşaya bilmirəm də, mənim özümdən asılı deyil. Həmişə səni görmək istəyirəm, həmişə səninlə bir yerdə olmaq istəyirəm. Belədir də, mən özümlə bacara bilmirəm. Gözləyə bilmərəm ki, uşaqlar çıxsınlar, geçsinlər. Mən səni hər dəfə görmək istəyirəm. Mənə bax da. Leyla, alo. Mən səni sevirəm. Təsəvvür edirsən. Sevirəm səni. İstəyirəm həmişə bir yerdə olaq, ayrılmayaq. Burada qəbahat bir şey yoxdur ki. Salam. Salam. Mən konqresə gəlmişəm. Zəhmət olmasa bir mərtəbə aşağı. Təşəkkür edirəm. Siz sağ olun. Oğlum, mənə bir müddət zəng çatmayacaq. Sən narahat olma, yaxşı? Yaxşı. Vəfa, dünən elədiklərimə görə səndən çox üzr istəyirəm. Bağışla məni. Əslində özüm istəmədim belə olsun. Yəni birdən bir əsəbləşdim. Yenə də deyirəm, bağışla məni. Narahat olma. Unutdum, getdi. Amma mən də sənə bir söz deyəcəm. Buna görə məndən incimə. Yaxşı? Bax, sənin anan yetkin qadındır. Onun öz həyatı ola bilər. Sən gərək anlayışlı olasan, onun qərarlarına hörmət eləyəsən, belə sərt reaksiyalar vermə. Yaxşı? O çox pis olur sonra. Başa düşdün məni? Başa düşməsə düşdüm ya, amma mən Turalı istəmirəm. Əgər anam ona getsə, mən anama bağışlamayacağam. Yaxşı, sən bunları fikirləşmə. Dərsi elə. Salam Aysel xanım. Nigar xanımın maşın məsələsini, telefon məsələsini həll elədim. Aha, yaxşı, yığma. Oldu. Üzr istəyirəm. Mən telefonumu itirmişəm. Bura gətirib verməyiblər. Xeyr, Nigar xanım burada deyil. Mənə elə gəlir ki, zalda itirmişdim. Sizə necə kömək eləyə bilərəm? Tərslikdən maşınım da xarab olub. İstəyirsiniz servisə zəng vurum. Hə, yaxşı olardı. Təşəkkür edirəm.
Hə, Nigar. Alo. Salam. Tural bəydə danışım. Bəli, mənəm. Nigar harda? Siz kimsiz? Qardaş, mən telefonu tapmışdım. Axırıncı zənglərdə sizin nömrəniz var idi. Ona görə əlaqə saxladım sizlə. Başa düşmədim, hardan tapmısınız? Küçədə elə yolun qırağında telefon. Tapdım, götürdüm, sizin əlaqə saxladım. Yaxşı. Yaxşı, mən indi telefonun yiyəsinə əlaqə saxlayacağam, deyəcəm sizin əlaqə saxlasın. Yaxşı? Alo. Alo. Alo, salam. Piano Otel. Alo, salam. Nigar Əliyeva hələ də ordadır. Bəli, bəli, burdadır. Zəhmət olmasa telefonu verərsən. Bəli, bəli, buyurun. Sizinlə danışmaq istəyirlər. Alo? Hə, Nigar necəsən? Yaxşısan? Yaxşı deyil Tural. Maşınım xarab oldu, telefonum itdi. Bilirəm Nigar, xəbərim var. Mən birazdan orada olacağam. Sən hardan bildin ki? Sənin telefonunu tapan adam mənə zəng eləmişdi. Sonra birdən əlaqə kəsildi. Təzədən yığdım, telefonu zəng çatmadı. Zərərətqam az idi. Yəqin ona görə telefon sönüb. Yaxşı, mən gəlirəm. Yox, sən əziyyət çəkmə, gəlmə. Servis çağırıblar. Özüm də uzaqbaşı taksi ilə gələrəm də. Nigar, dedim narahat olma. Sən otur orada bir şey iç, məni gözlə. Mən yarım saat uzaq oradayım. Yaxşı çıxıram. Yaxşı onda. Sağ ol. Təşəkkür edirəm. Siz sağ olun. Hesabı zəhmət olmasa. İndi özünü necə hiss edirsən? Yaxşıyam, amma mən əminəm ki, telefonumu itirməmişdim Tural. İclas vaxtı yanımdaydı. Nə bilim. Hardan tapıblar telefonu? Mənə də zəng edib dedilər ki, yolun qırağından tapmışıq. Hay Allah. Sən niyə narahat olursan? Yəqin aparıb polisə verərlər, tapılacaq. Yaxşı, gedək. Gedək, keçdi. Narahat ol. Çayını iç, rahat ol, gedərik. Yaxşı, çayını iç. Çayını iç. Sakit ol. Düzələcək hər şey. Yaxşı. Çayını iç. Narahat ol. Bir xəbər çıxacaq. Hər şeyə görə tez üzülmüşsən. Narahat. Özünə ol. Yaxşısı budur, gedək Tural. Murad narahat olacaq, gedək. Yaxşı. Necə istərsən, gedək. Nigar, yol boyda narahat olmuşsan, istəmirəm bunları düşünəsən. Nə bilim, narahat oldum da. Maşın, telefon. Narahat ol. Görəcəksən, hər şey yaxşı olacaq. Çox sağ ol gəldiyin üçün Tural. Dəyməz, mən sənə demişəm bax. Həmişə sənin yanındayım. Nə vaxt lazım olsa. Amma xahiş eləyirəm, heç kim bilməsin də bugün olanları. Murad bilməsin, yaxşı? Arxayın ol, bilməyəcəyik kim. Yaxşı Nigar, gecən xeyrə qalsın, mən gedim.
Gecən xeyir. Görüşərik. Aysel, mənə şəkilləri çəkən adamın nömrəsini göndərə bilərsən? Buyurun. Sağ olun. Turan doktorsunuz siz. Bəli, mənəm. Afiyetdə paket var idi. Burada imza zəhmət olmasa. Sağ olun. Sağ ol. Nigarın telefonu. Dəfə sənə bir şey demək istəyirəm. Mən atamla anamın söhbətini eşitdim. Danışırdılar ki, Aysel Leyla xanımla görüşür, nəsə gizlincə danışırlar, heç kim də heç nə bilmir, nə baş verir, nədən danışırlar, niyə görüşürlər. Anam da açığı çox narahatdır, elə mən də. Sən bir şey bilmirsən. Yox, mən də bilmirəm. Vallahi bezmişəm. Mən bu gizlin işlərdən bezmişəm. Mən bura qaydandan, Bakıya qaydandan. Hara gedirəm, hamı gizlin işlər çevirir. Atamın davranışı, şirkətin anarın gizlin işləri, ümumiyyətlə ətrafda baş verənlər. Mən hiss edirəm ki, nəsə gizlin işlər gedir. Başım şişib bu barədə fikirləşməkdən. Bezmişəm mən. İndi də sənin anandan bu Ayselin məsələsi, bunların nə söhbət ola bilər? Hə? Bunlar nədən danışa bilərlər? Nə gizlin işlər ola bilər bunların ki, bizim heç nədən xəbərimiz yoxdur. Yəqin bizdən danışırlar da, yəqin nəsə bizlə bağlıdır. Mən başqa ağlıma heç nə gəlmir. Aysel boşanma ərəfəsindədir də. Özün də bilirsən ki, boşanmaq istəmir anadan. Anam da ki, anamla çox yaxşı dostdur. Yəqin ki, bu məsələlərlə bağlı görüşürlər. Yəni, başqa nə ola bilər ki? Mənim də ağlıma heç nə gəlmir. Aysel, vaxtında mən dedim ki, lazım deyil. Bunların münasibətini biləndə mən razı deyil idim. Amma heç nə eləyə bilmədim. Çünki mən burada yox idim. Mən bilirdim də belə olacaq. Mən bilirdim belə problemlər yaranacaq. Çay da soydu. Bir dənə baxardınız da zəhmət olmasa. Nigar. Salam Tural. Salam. Buyur, bu da sənin telefonun. Bu səndə neynir? Kuryer gətirdi Nigar. Kuryer? Necə yəni? Mən də bilmirəm. Tural, vallahi mən heç nə başa düşmürəm. Dünən başıma gələnlər, bugün kuryerin sənə telefonu gətirməyi, bunlar hamısı nə deməkdir? Bax,
Sənə xəbər vermədən bir şey eləmək istəmədim, amma telefonu yoxlamaq lazımdır. Nə olur, nə olmaz bilmirik axı. Salam. Necəsiz Nigar xanım? Sizin burada nə işiniz var? Sən nə vaxt qayıtdın? Sənin burada nə işin var? Elə bil ki, Nigar da sualı verdi. Sən buradasan deyə gəldim. Əli boş gəlməmişəm. İkinizə də bir hədiyyəm var. Yenə nə boş-boş danışsan, hədiyyə zad nədir? Bəyəndiniz? İkinizin də romantik şəkilləriniz. Nigar xanım, deyin biləsiniz, əgər Tural məndən boşansa, yəni bu şəkillərdən daha da betərləri var əlimdə. Özdə mediaya düşəcək. Yəni deyim də başlığı necə olacaq. Tanınmış iş adamı Tural Əmiraslanov ilə klinikanın baş həkimi Nigar Əliyevanın gizli sevgisi. Şok, şok, şok. Hə, Sevil. Leylanı çağırmışam. Toyla bağlı müzakirələr eləmək istəyirəm. Sən də gəl. Yaxşı. Onsuz da mən elə nahara gələcəkdim də. Gözdə gələcəm indi birazdan. Götür də telefonu da. Yola, niyə telefona cavab vermirsən? Mənlə əlaqə saxla. Sənin təcil işin var. Tural, sən yəqin ki, vəkilə zəng eləyəcəksən, hə, ki, biz dahi boşanmırıq, hə? Siz bilirsiniz, nə edirsiniz? Arxamca adam göndərirsiniz. Maşınımın xarab olmağı, telefonumun itməyində də sizin əliniz var idi, hə? Mən sadəcə aldadıldığımı sübut eləmək istirdim. Amma eşitdiyimə görə vaxtı ikən Ayselə də belə şeylər yaşatmışsınız, hı? Fidan, mənə bax. Sən aldadıldığını sübut eləmək istəyirsən, hə? Fidan, sən heç vaxt aldadılmamısan. Sən məni aldadan. Bir də özünü Nigar'a heç vaxt taid tutma. Başa düşdün? Bunları cırmaqla heç nə əldə eləməyəcəksən. O sənə elə gəlir Fidan. Sənə elə gəlir ki, bunlardan sənin əlində yenə də var. Amma bu, sənin əlində olan son sübutlar idi. Mən hər şeyi çoxdan bilirəm, Fidan. Alo, Həmid. Həmid biraz bundan qabaq mənə Nigarın telefonuna zəng gəlmişdi. Bir nəfər iddia edirdi ki, nə bilim, yolun qırağından tapıb onu. Amma Nigar da deyir ki, otelə girəndə telefon mənim yanımda olub. Nəysə, bir sözlə baş açmadım bu məsələdən, qarışıq məsələdə. Öyrən gör nədir. İndi şirkətdə bir nəfərin əlaqə saxlayıb xəbər eləyəcək. Yaxşı, cavab gözləyirəm səndən.
Mənə bax. İndi kuryer gətirdi, mənə Nigarın telefonunu verdi. Bu mənə zəng edən adamdan xəbər yoxdur hələ. Kuryer çıxdı. Düz deyirsən, elə sənə zəng edən adam idi. Mənə de ki, indi həmin adam sənin yanındadır. Hə, onun yanındayım. Başqa şəkillər də çıxdı. Amma narahat olma, hamısını yox eləyəcəyik. Əsas öyrənək ki, bu oğlan məqsədi nədir? Yaxşı. Nigar, bütün bu olanlara görə səndən çox-çox üzr istəyirəm. Amma narahat olma, hamısını düzəldəcəm. Görəcəksən. Yaxşı, narahat olma. Gəl, gəl. Mənə hər şeyi bir-bir danışacaqsan. Bir-bir. Danışım da, əlimdə başqa kopyalar da var. Hardan bilirsən ki, yox da? Bütün şəkillər var ya əlimdə. Fidan hamısını bilirəm. Hətta bilirəm ki, sənin e-mail ünvanında bütün şəkillərin kopyaları var. Amma sən unutmuşsan qabağındakının kim olduğunu. Mən əlimdən gələn hər şeyi eləyəcəm. Başa düşdün? Hər şeyi eləyəcəm. Bir-bir danışacaqsan mən hamısını. Mən sevgimə, evliliyimə sahib çıxmaq istəyirəm. Tək istəyim budur. Evliliyi, hansı evlilikdən danışırsan? Hansı evlilikdən danışırsan? Evlilik qalıb, bizim evliliyimiz bitib, bir dəfəlik başa düş. Mən Nigarı sevirəm. Başa düşdün? Nigarı sevirəm. Bunun üçün də əlimdən gələn hər şeyi eləyəcəm. Sevmirsən, sən Nigarı sevmirsən. Başa düşsən, bu sevgi deyil, bu ani bir həvəsdir, geçici həvəsdir. Evin mənim yerimə bir dənə təzə oyuncaq almısan. Fidan, bəsdir. Mən sənə deyirəm. Sən hər şeyi bir-bir mənə danışacaqsan. Mən də əlimdən gələn eləyəcəm ki, bu evlilik bitsin. Mən də Nigarla evlənim. Mən də eləyəcəm, baxarsan. Fidan, biz səninlə boşanmasaq, mən səni tutturacam. Hakim getdi, restorana baxdı, İlkinlə bir yerdə. Çox bəyəniblər, yeri gəlmişkən onu da deyim. Hə. Bilirəm, Vəfa dedi. Hə. Ha, mənim dostumun məkanıdır. Çox gözəl yerdir. Həddindən artıq. Ümidvaram ki, sizin də xoşunuza gələcək. Əlbəttə ki. Mənə bağışlayın, mən vacib bir zəng eləməliyəm. Bunu zəhmət olmasa götürün. Bu nədir? Kiçik bir hədiyyə. Demək olar, Yox. kömək lazımdır, mütləq. Toy belə baxanda ağır işdir. Siz məni utandırırsınız. Çox sağ olun. Allah balalarımızı xoşbəxt eləsin. Biz də onlara görə çalışırıq. Ehtiyac yox idi. Hakim, sən ofisə gedirdin də? Ha. Elə yol üstü klinikada Leyla xanımı düşürdərsən. Hı? Yox, ehtiyac yoxdur. Mən özüm gedəcəm. Niyə narahat olursun belə? Aparır da yol üstü. Onsuz da klinika yolunun üstüdür də. Salam. Siz rahat çayınızı için gedərsiniz. İçin. Necə yəni Tural, nə danışırsan sən? Fidan, sən axırıncı dəfə deyirəm. Məndən boşanmasan tutturacam səni. Sən heç nəyi sübut eləyə bilməzsən. Mənim bu məsələ ilə heç bir əlaqəm yoxdur. Yaxşı. Deyirsən, heç bir əlaqən yoxdur, hə? Olsun. Adamı gətirin içəri.
İndi görəcəyik, əlaqəm var ya yoxdur. O qədər əmin idim ki, boynu almayacaqsın onları. Ona görə də bu adamı tapıb gətirdim bura. Ki, başqa çıxış yolun olmasın. İndi isə axırıncı dəfə soruşuram. Sabah gəlib məhkəmədə boşanırsan, yoxsa elə bu adamla bir yerdə həbsə girməyi seçirsən? Seçim sənindir. Hı? Tural, bu məsələ ilə mənim heç bir əlaqəm yoxdur. Və hər şeyi Aysel elədi. Aysel planladı, o tapdı bu adamı. Yoxsa mən hardan tanıyıram, hardan tapacam? Şəkillər də görmüsən də, telefona bütün şəkilləri Aysel göndərib. Yəni, necə istəyirsən sübut eləyim, mənim bu məsələ ilə heç bir əlaqəm yoxdur.